Polis Astara rayonunda xüsusi əməliyyat keçirib. Narkotacirlərin daha bir PUA marşrutu ifşa olunub. Ölkə ərazisinə pilotsuz uçuş aparatı vasitəsilə külli miqdarda narkotik vasitələrin gətirilməsi, lokasiyası, ötürülən yerlərdən götürülərək ayrı-ayrı ünvanlara çatdırılması ilə bağlı daxil olmuş əməliyyat məlumatları əsasında polis əməkdaşları xüsusi əməliyyat tədbirləri keçiriblər. Astara rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əvvəllər məhkum olunmuş 32 yaşlı Rövşən Axundzadə saxlanılıb. Həmin şəxsdən ölkə ərazisinə əvvəlcədən sövdələşdiyi İranda yaşayan narkotacir tərəfindən PUA vasitəsilə göndərilmiş 4 kiloqrama yaxın marixuana aşkarlanıb. Əməliyyat tədbirlərinin davamı ilə saxlanılan şəxsin bundan əlavə eyni üsulla əldə edərək rayonun Qapıçı məhəllə kəndi ərazisindəki Narinci bağında gizlətdiyi əlavə 4 kiloqram marixuana da aşkar olunaraq götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qəti imkan tədbiri seçilib.